Salam, hər vaxtınız xeyir olsun. Dövlət İmtahan Mərkəzinin Azərbaycan dili 9 illik toplu 2025-ci il. Yazbaşı gələrsəm mətnini bu ilə izah edəcəyik. Əvvəlcə mətnlə tanış olaq. Mən doğulandan bəri kəndimizi bağdan, bahatdan məhrum qurbağaların belə susuzluqdan qaçıb getdiyi yer kimi görmüşdüm. 10-12 yaşım olanda kəndimizdə səhraya bənzər olmayan bircə yer vardı. Əliş babanın bağı. O gecə-gündüz quyudan su çəkib oradan, buradan tapıb gətirdi. Ağacları əkir, becərir, suvarırdı. Bağ 2-3 il sonra iç barını gətirdi. Bağı böyüyüb bəhərləndikcə hamının böyük hörmətlə yanaşdığı Əliş baba kənd cəmaatının qınaq obyektindən çevrilməyə başladı. Kişi ağlını itirib. Meyvə nədir ki, onu heç kimə qıymır. Vaxtı ilə son tikəsini cəmaatla bölüşən adam, indi budaqları ağırlıqdan yerə sallanan ağacların barından kimsəyə pay vermir, hətta istəyən olanda da qəribə şəkildə başından edirdi. Get, yazbaşı gələrsən. Adamlar onun hərəkətlərinə məna verməkdə çətinlik çəkirdilər. Biz uşaqlarsa beynimizi belə düşüncələrlə yükləmədən hər gün Əliş babanın bizə gizlicə verdiyi meyvələri yeməklə məşğul idik. Bircə şərti vardı. Heç kim bilməsin. Səbəbini bilməsək də bu anlaşma işimizə yaradığından onu pozmaq ağlımıza da gəlmirdi. Kimsə yazbaşı Əliş babanın yanına getmək fikrində deyildi. Atam da digərləri kimi düşünürdü. Qış öz nəfəsini kəndimizin üstündən çəkməyə başlayanda Əliş baba məni səsləyib dedi. Atana de, məni görsün. Atam onun ismarışını həvəssiz qarşıladı. Nəhayət nənəmin danlağı ilə məni də yanına alıb Əliş babanın yanına yollandı. Əliş baba bizi bağa apardı. Yerdən təzəcə çıxardığı, hələ köklərindən nəmli torpaq salanan tingləri atama verib dedi. Apar həyətində ək, vaxtında su verməyi də unutma. Çox çəkmədi ki, bizim həyətimizdə ağaclar boy atmağa başladı. Kəndin digər həyətlərində də yaşıl-yaşıl fidanlar peyda olmuşdu. O vaxtdan illər keçib, Əliş babanın bir zamanlar məşhur olan bağı indi digərlərindən heç nə ilə fərqlənmir. Mətnlə tanış olandan sonra uşaqlar 431-ci suala baxırıq. Mətnin düzgün ardıcıllığını müəyyən edin, plan ardıcıllığını. Bizdə yazıb gözlənilməz hədiyyə, dəyişən mənzərə, inciklik ünvanı, yoxsul təbiət, gizli anlaşma. Yəni burada abzaslar baxacaq. Yəni giriş, əsas və nəticədə plan ardıcılığı əsas gözlənilməlidir. Birinci olmalıdır yoxsul təbiət. Gəlin baxaq. Mən doğulandan bəri kəndimizdə bağdan, bahatdan məhrum qurbağaların belə susuzluqdan qaçıb getdiyi yer kimi görmüşdü. Buraya yazılır nə? Yoxsulluq. Qələm vurum, işarə gəlsin. Nə yazmır? Bir dəqiqə. Aha. Qələm işarəsini vururuz. Buradan. Burada olur yoxsulluq uşaqlar, baxın. Qələm işarəsi nə gəlmiş burada? Qələm işarəsi. Qələm işarəsi gəldi. Deməli, baxın uşaqlar, bax. Birinci abzasda, üzr istəyirəm bir dəqiqə. Burada bax, bura yazılır yoxsulluq. Çünki burada da yoxsulluqdan danışılır. Demək görürsən, birinci nə gəlməlidir? Gəlməlidir yoxsulluq. Yəni, birinci nə gəlməlidir? 4. Sonra incikliyin ünvanı. Birinci 3 gəlməlidir. Bax, yoxsulluqdan sonra bax, insanlar ondan sonra nə edilər?
Əliş babadan küsməyə başladılar ki, bu bağ nə bağdır ki, sən bizdən bunu əsirgəyirsən. Yəni o meyvə nədir? Burası inciklik. Buraya yazılır inciklik. Sonra yazdı 3. 5-ə baxırıq. 5 nədir? Gizli anlaşma. Gizli anlaşma harda olur? Baxın, inciklikdən sonra harda? Uşaqlarla anlaşır. Əliş baba bizə gizlicə verdi. Bax görürsüz. Bura olur 5. Birinci, gözlənilməz hədiyyə. Baxırıq, hardadır gözlənilməz hədiyyə? Gözlənilməz hədiyyə bax burada Əliş baba çağırır. Yerdən təzə çağırdığı tingələ atama verir. Bu da hədiyyə hesab olunur. Demək belə. Sonra gəlir nə? 2. 2 nədir? Dəyişən mənzərə. Dəyişən mənzərə burada, bax dəyişən mənzərəndə bunlar dəyişən mənzərə. Çox çəkmədi ki, bizim həyatımızda da ağaclar boyatmağa başladı. Kəndin digər həyatında yaşıllıq filanları oldu və dəyişən mənzərə. Baxın, görürsən həqiqətən də elədir. Yoxsulluq, inciklik, ondan sonra nə gəldi? Hədiyyə, dəyişən mənzərə. Görürsüz? Mətnin ardıcılığı belə olmalı. Demək cavab nə olacaq? Peyğəmbər. Sonra mətndə tünd qara hərflə verilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin. Mətndə tünd qara hərflə verilmiş sözü tapırıq. Mətndə tünd qara hərflə verilmiş söz nədir? Kişi ağlını itirir. Meyvə nədir ki, onu heç kimə qıymır. Yəni burada qıymır hansı mənada işlənib? Heyfi gəlməmək, əsirgəməmək, bir şeyi başqasına rəva görmək. Yəni ki, niyə vermir də, rəva görmür, qıymır ki, kiməsə nəyəsə versin mənasında işlənib. İndi görə nə deyir? Deyir, mətndə tünd qara hərflə verilmiş sözlə bağlı doğru fikirləri müəyyən edin. Deyir, kontekstə görə qıy vurmaq mənasında işlənərsə, yəni qıy vurmaq cəmiyyətə satdırmaq, səs, qışqırtı, haray sözlərə qarşılıq təşkil edər. Bu yanlış fikirdir. Məcazi məndə işlənmişdir. Xeyr, məcazi məndə işlənməyib. Həqiqi məndə işlənibdir. Ona görə də bu 1-2 cavab götürülmür. Hesabdar gözlərini qıyıb üfüqdən. Bu qıymaq, çəpəki baxmaq mənasındadır. Ona görə də bu cavab getmir. Əsirgənməmək mənasındadır. Deyil, bir də tulalarımın içində elələri var ki, bir ata da dəyişməyə heyfim gəlir. Bu vaxt gördünüz, heyfim gəlməmək mənasında, qıymamaq mənasında işlənir. Sözün qarşılığı işlənmişdir. Həqiqətən də demək cavabımız nədir? 4 və 5-cidir. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Əliş baba uşaqlarla fərqli münasibətdə, həqiqətən fərqli münasibətdə idi. Niyə görə? Çünki digər cəmaata meyvədən vermirdi, amma uşaqlara verdi. Demək biz bunu götürə bilərik. Əliş babanın bağının məhsulu boludur. Həqiqətən də məhsul boludur. Deyək ki, orada nə qədər meyvələr beynimizi belə düşüncəyə yükləmədən hər gün Əliş babanın bizə gizə verdi, meyvələri yeməklə məşğul edir. Az becərir və sonra ilk baniyyət edir. Bağı böyük, bəhərli, hamının böyük hörmət yanaşdığı Əliş baba kənd cəmaatının qınabətinə çevrilmişdi. Yəni ki, bunun həqiqətən də bəhərli idi. 3. Suyun olmamağı Əliş babanın bağ salmağını gecikdirirdi. Xeyr, Əliş babanın suyu olmasa da bağı salmağı gecikdirmirdi. Yanlış fikirdir. Adamlar Əliş babanı anlamaq üçün yazı səbirsizlə gözləyirdi. Xeyr, səbirsizlə gözləmirdilər. Deyirlər ki, Əliş baba niyə bizə meyvələrdən vermir? Yanlışdır. Əliş babanın şərti uşaqları qane edirdi. Bəli, uşaqlar deyir ki, burada onsuz da o şərt bizi qane edir. Çünki biz uşaqlar beynimizi belə düşüncələrlə yükləmədən hər gün Əliş babanın bizə gizə verdiyi meyvələri yemək bizə şərti vardı, heç kim bilməsin. Səbəbini bilməsək də bu anlaşma işimizə yaradığından onu pozmaq ağlımıza da gəlmirdi. Həqiqətən də demək bu var. Cavabımız nə oldu? Cavabımız 1, 2 və 5-ci. Demək cavab C bəndə. Mətndə çərçivə daxilində olan söz hansı cümlədə kontekstə görə mətndəki mənasını, yəni çərçivə daxilində olan söz gəlir cavabdan da eyni mənanı tapacaq. Çərçivə daxilində olan söz nədir? Buradadır. Heç kim bilməsin. Səbəbini bilməsək də bu anlaşmanı işimizə yaradığında onu pozmaq ağlımıza da gəlmirdi. Bax, onu pozmaq. Burada məcazi məndə işlənib. Yəni, şərti pozmaq. Şərtdən burada görə indi hansıdır? Cəmilə yazdığı oxudu, bəyənmədi, pozdu, yenidən düzəltdi. Burada pozmaq həqiqi mənadadır birincisi. Yəni, məcazi deyil. Məcazi olmalıdır. Pozdu mənasında deyil. Amansız müharibə kəndlərin yaşayışını pozmuş, özlərində dilənçi halına salmışdı. Yaşayışını pozmuş məcazi mənada, burada pozulmaq başqa mənada işlənir. Pristav cəmaatın arasında vüqarını pozmamağa çalışsa da bacarmadı. Burada da pozmaq həmin mənada işlənməyib. Düşmən sərhədi pozmuşdu. Bunu xana xəbər vermək lazım idi. Həqiqətən sərhədi poza bilər.
Bizə məcazi mənası uzat. Qaçan İmranın dəstəsi kəndə silahlı girməklə artıq şərti pozmuşdur. Görürsən, şərti pozmaq mənasındadır. Bayaq dedik, demək cavab eyvallah. Mətnin ilk abzasına əlavə edilə bilər. Yəni mətnin ilk abzası hansıdır? Qayıdırıq mətnin. Mən doğulandan bəri kəndimiz bağdan, bağatdan məhrum, qurbağaların belə susuzluqdan qaçıb getdiyi yer kimi görmüşdüm. Bax, bizim ilk abzasımız budur. Sonra qayıdırıq mətnə hara? Deyilənə görə bir zamanlar bizim kəndin ərazisi meşəli imiş. Mən doğulandan bəri kəndimizi bağdan, bağatdan məhrum, qurbağaların belə susuzluqdan qaçıb getdiyi yer kimi görmüşdüm. Demək, əvvəl ola bilər ki, bunların kəndlərində vaxtlar meşəli ərazi ola bilər. Ona görə götürürük. Əliş babanın bağı atamın uşaqlıqdan da onların heyranlığına səbəb olurmuş. Bu vaxt yanlış fikirdir. Elə bir şey yoxdur mətndə. Bir zamanlar kolxozun əkin sahələrini genişləndirmək qərarı verilincə kəndimizin meşələrini qırmış, yerində pambıq əkmişlər. Həqiqətən də bu üç ola bilər. İllər öncə kəndimizin meşələri qırılmış, budaqlar da qurumuşdu. Həqiqətən bu da gətirib ora çıxarda bilər. Yəni quruluğa gətirib çıxarır. Kəndimizin dağlardan axıb gələn iki çayın arasında bağ-bağatlı bir yerdir. Amma burada nə deyir? Bir bağatlı yer deyil əslində. Qaçıb getdi bağatdan məhrum, yəni olmayan deməkdir. Demək 5 də yanlışdır. Haradaydı sualımız? Burada. Demək cavabımız 1-3-4. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən cədvəldəki yanlış. Mətndə üzərində rəqəm yazılmış sözlərə əsasən yanlış fikirdir. Yəni baxacağıq. Bax, burada məcazi yazıbsa, bax, burada məcazi yazıbsa, burada da həqiqi olmalıdır. Sözün mətndəkindən fərqlənməlidir. Əgər bu doğrudursa, doğru götürür. Amma burada məcazi, burada da məcazi olarsa, bax, onu yanlış kimi götürəcək. Gəlin, baxaq. Birinci söz nədir? Baxaq, üzərində rəqəm qoymuş birinci söz nədir? Deyir ki, bağ 2-3 il sonra ilk barını gətirdi. Burada gətirdi sözü nədir? Məcazi mənadadır. Gəlin, baxaq, görə nə yazıb? Yazıb, məcazi mənadadır, demək, doğru fikirdir. İndi gələn baxaq, bura sözün mətndəkinə fərqləmə. Bura məcazisa, bura nə olmalıdır? Həqiqi olanma. Kənddən gələndə qonşularımız sovqat gətirdi. Həqiqətən də həqiqi mənada. Demək, bu doğrudur. Biri məcazi, biri də həqiqi. Bizə amma yanlış istəyir. Ona görə onu götürmürük. İkincinə baxırıq. Bağı böyüyüb bəhərləndikcə hamının böyük hörmətlə yanaşdığı. Burada hörmətlə yanaşmaq diqqətli olma deməkdir. Məcazi mənada işlənirdi. Gəl baxaq. Həqiqətən məcazi mənada işlənibdi. İndi görək. Bu həqiqi mənada işlənib burası yoxsa yox. Uzun müddət dənizdə dövrə vurudan sonra gəmi limana yanaşdı. Həqiqətən yanaşa bilər. Bu da demək doğrudur. 3-ə baxırıq uşaqlar. 3 nədir? 3-də deyir ki, Əliş baba kənd cəmaatının qınaq obyektinə çevrilmişdir. Qınaq obyektinə çevrilmək məcazi mənadadır. Görürsən, burada həqiqi mənanın altına yazılır. Demək, bir iki yanlışdır. Götürürük. 4-ə baxırıq. Deyə, obisinə baxmağa ehtiyac yoxdur. 4-ə baxırıq. 4 hanı? 4. Hə. Əliş baba bizi bağa apardı. Bu həqiqi mənadadır. Gəlin baxalım, görə həqiqi mənadadır. Həqiqi mənada yazıb. İndi gəlin görək. Bura məcazi olmalıdır. Həqiqidirsə yanlış götürəcək. Məhkumları yük vaqonları Sibrə apardılar. Görürsən, aparmaq həqiqi mənadadır. Burada da həqiqi, burada da həqiqi demək məcazi olmalıdır. Buna görə yanlışdır. Demək 3 ilə 4 olacaq. 3-4 cavabımız deyiləndir. 5-ə baxırıq. 5. 5 buradaydı deyəsən. Hə. Nəmli torpaq sallanan, yəni torpaq sallanır aşağı. Həqiqi mənadadır. İndi məcazisini tapacaq. Göydən qara buludlar sallamışdı. Bu da məcazi mənada. Bura həqiqidir, bura məcazi demək doğrudur 5. 1 2 5 doğrudur, 3 ilə 4 isə yanlışdır. Cavabı deyiləndir. 437-ci suala baxırıq. Mətndə əvvəlində üçbucaq işarəsi qoyulmuş abzas əslində 2 abzasdan ibarətdir. İkinci abzas hansı sözlə başlamalıdır? Gəlin baxırıq. Mətndə üçbucaq işarəsi qoyulmuş arada. Burada. Adamlar onun hərəkətlərinə məna verməkdə çətinlik çəkirdilər. Biz uşaqlar isə beynimizi belə düşüncələrlə yükləmədən hər gün Əliş babanın bizə gizlicə verdiyi meyvələri yeməklə məşğul edik. Bizdə şərti vardı. Heç kim bilməsin, səbəbini bilməsək də bu anlaşma işimizə yaradığından onu pozmaq ağlımıza da gəlmir. Kimsə yazbaşı Əliş babanın yanına getmək fikrində deyildi. Atam da digərlər kimi düşünürdü. Yəni abzas yerində vaxt dəyişir. Fikir dəyişirsə abzas da dəyişməlidir. Abzası oxuyuruq.
Burada fikir verirsiniz. Kimsədən sonra yeni bir abzas baş. Kimsə yazbaşı Əliş babanın yanına getmək fikrində deyildi. Atam da digərləri kimi düşünürdü. Qış öz nəfəsini kəndimiz üstündən çəkməyə. Amma görürsən yuxarıda isə uşaqlardan danışır, uşaqlara verdiyi meyvələrdən, onlarla şərtlərindən danışır. Amma sonra isə aşağıda yeni bir məlumat verir. Demək ki, kimsə sözündəndir. Cavabımız demək burada nə olacaq? Cavabımız D bəndidir. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Səbəb və nəticə. Nəticəni verib səbəblərdə səhvləri tapacağıq. Deyir, Əliş baba kənd adamlarına meyvə vermək istəmirdi. Doğrudur, düzdür. Səbəbi nə idi? Əziyyətin bəhrəsindən başqalarının faydalanmasını istəmir. Bax, bu yanlış fikirdir. Əslində deyirdi ki, yəni insanlar özləri əziyyət çəksinlər, gedib ağac əksinlər, bəhrəsini görsünlər. Bax, səbəblə nəticə burada düzgün gəlmir. Demək, bir yanlışdır. 2. Deyir, insanları zəhmətə alışdırmaq istəyir. Nəticədə Əliş baba kənd adamlarına meyvə vermək istəmir. Həqiqətən də elədi. 2. İnsanların onu narahat etməsindən bezir. Nəticədə Əliş baba kənd adamlarına meyvə vermək istəmir. Bax, yanlış fikirdir. O, Əliş baba insanlardan bezməmişdi. Əslində demək istəyirdi ki, özünüz əkin, becərin, bezmir. 4-ə baxırıq. Hər kəsin öz bağının olmasını istəyir. Bəli, nəticədə Əliş baba kənd adamlarına meyvə vermək istəmir. Səbəbi o idi ki, hər kəsin öz bağının olmasını istəyirdi. Qocal üçün ağını, xeyr, ağlınız adını itirməmişdir. Cavabımız 1, 3, 5-dir. 439-a baxırıq. Deyir, mətndə altından xətt çəkilmiş cümlədə hansı fikri nəzərdə tutun, müəyyən edib seçiminizi əsaslandırın. Seçimimizi əsaslandıraq. Gəlin baxaq. Altından xətt çəkilmiş söz hansı? Deyir, o vaxtdan illər keçib Əliş babanın bir zamanlar məşhur olan bağı indi digərlərin heç nə ilə fərqlənmir. Yəni Əliş babanın necə bağı varsa, digər insanlar da həmin bağdan salmışlar, ona görə də fərqlənmir. Baxırıq. Əliş babanın bağı da digərləri kimi səhra bənzər. Xeyr, bu yanlış fikirdir. Digər bağları da Əliş babanın bağı kimi abaddır. Bəli, əsaslandırırıq ki, məsələn, mətndə məlum olduğu kimi Əliş baba kənd əhalisinin yazbaşı tinglər verir və onları ağac əkib becərməyə həvəsləndirir. Tezliklə bağlarda yaşıllaşmağa başlayır. Bundan sonra Əliş babanın bağı ilə digər bağlar arasında fərq olmur. Yaza bilərik, əsaslandıra bilərik orada. 440-a baxırıq. Zəhmət və iradə əlçatmaz görünəni gerçəyə çevirər deyimini mətnlə əlaqələndirib öz fikirlərinizi yazın. Yəni öz fikrinizi yazırsınız da. Yəni məsələn yaza bilərsiniz ki, mətndə belə bir şey var. Susuzluqdan yanan kənddə bağ-bağata rast gəlmək mümkün deyildi. Əliş baba isə zəhmətkeşliyi və davamlı fəaliyyət nəticəsində əlçatmaz görünəni gerçəyə çevirib kənddə bağlar salınır. Kənd cəmaatı Əliş babanın onlara verdiyi tingləri əkib böyüdərək zəhmət çəkərək bağ salır. Yazırsan, mətni bitirirsən. Sağ olun, təşəkkür edirəm dinlədiyiniz üçün.